Hər vaxtınız xeyir olsun, əziz və dəyərli şagirdlər. Gəlin birlikdə ingilis dili fənni üzrə hazırlanmış mövzu sınaq suallarına birlikdə nəzər salaq. İlk sualımız ilk tərəfi countable, sonra uncountable istəyir. Baxaq, o zaman biz uncountable'ları tapıb çıxırıq. Silver çıxdıq, wool, air, tea çıxdıq. Deməli, düzgün variantımız oldu E variantı. Əslində, bu iki söz bir-birinə çox bənzəyir. Food ayaq deməkdir, sayılır. Food isə ərzaq, qida deməkdir, sayılmayan isimdir. İkinci sualımız oyun adlarını seçin deyir. Hopscotch, təkdaş oyunu, basketbol və leapfrog, ənzəli oyunu deməkdir. Uşaqlar, biz bilirik ki, sayılmayan isimlər cədvəlində bizə verilmişdir bəzi oyun adları. Amma digər oyunlar, məsələn, hopscotch, leapfrog ya da hide and seek kimi oyunlar kitabın arxasında lüğətdə verilmişdir. Deməli, bunları da sayılmayan isim kimi nəzərdə tuturuq. Yəni 2, 4, 5, B variantı düzgün variantımız. Üçüncü, sıranı tamamlayın deyir. Baxırıq, ilk baxışda iki sayılmayan isim verilib və variantlara da baxdığımızda eyni ilə sayılmayan isimlər görürük. Deməli, bura başqa bir gözlə daha baxmalıyıq. Yəni, bu sayılmayan isimlər hansı növə aid olanlardır? Məsələn, orada yeyəcəklər var idi, oyun adları var idi, materiallar var idi. Halbuki burada verilənlər mücərrəd isimlərdəndir. Deməli, bizdən də mücərrəd isim istəyir. Mücərrəd dediyimiz nədir? Gözlə görülməyən, əllə tutulmayan. Deməli, C variantı, information, düzgün variantımız oldu. Düzgün variantı istəyir. İlk başda diqqətimizi nə çəkir? Hair, glass kimi sözlər. Hansı ki, bunlar həm sayılan, həm sayılmayan kimi işlənə bilir. Burada həm mənaya, həm də qaydaya diqqət edirik. Deyir ki, yastığın üstündə biz saç var deyə bilmərik. Çünki saç topa halda olmur. Olarsa belə bu tük halında olur. Ona görə there is a hair, yəni tük var deyərdim. Biz çayımızı içdiyimizdə şüşə ilə deyil, stəkanla içirik və əgər bu stəkandırsa, o zaman qarşısına artikel qoymalıyıq. Sənin eynəyinin şüşəsi. Şüşəsi çirklidir deyir. Söhbət şüşədən gedir və şüşəyə görə də xəbərini iz qoyub doğrudur. Bizim ingilis dil dərsimiz həftədə 3 dəfə olur deyir və 3 dəfə dediyinə görə time sözü cəmlənməlidir. Bizim elimizdə 2 dənə ütü var. Ütü mənasında da biz bilirik ki, bu sayılır, yəni S artırılmalıydı. Deməli, doğru variantımız C variantı oldu. Düzgün variantı seçin deyir və bizə numerativ sözlər verir. Burada xüsusilə diqqətli oluruq uşaqlar. Çünki bizə sanki bir söz oyunu oynayırlar. A bowl of hot soup, yəni isti şorba deməliydi. Bir kasa isti şorba, halbuki bizə burada sağlam verib. Şorba sözü soup olmalıydı. Bir dilim təzə pendir olmalıydı, halbuki burada bizə şahmat verib. Bir balaca tikə çörək olmalıydı, halbuki orada sülh sözü verib. Tikə parça sözü isə peas olmalıydı. Burada grass ot sözü verib, halbuki glass of cold water olmalıydı. A kilo of dry tea, əslində bu da uşaqları çaşdıran sualdır. Baxaq niyə? Çünki kofedir, çaydır. Biz adətən bunu maye kimi götürürük və mayələri kilo ilə almırıq. Amma düşünün ki, bunlar dəmlənməmişdən öncə çay, kofe, biz onları paçkada alırıq. Kilo ilə alırıq, qramla alırıq. Fikir verin, marketlərdə həmin paçkanın üzərində 500 qram, 800 qram ya da 1 kilo yazır. Deməli, quru halda olan çayı, kofeni biz kilo ilə ala bilirik. O zaman E variantımız doğru variant olur. Yəni, bu çaşdırıcı suallardan idi. A slice of-la uyğun gələ bilən isimlər. Əslində, ümumi halda isimlər desəydi, hamısı uyğun gələrdi. Bizim diqqət edəcəyimiz məqam budur. Sayılmayan isim. Deyir ki, neçə sayılmayan isim slice of-la uyğun gəlir. O zaman biz sadəcə meat və sadəcə cheese-i götürürük. Çünki digərləri sayılan isimlərdir. O zaman variantımız oldu D variantı. Düzgün sayılan isimlər istəyir. Buradan luggage atdıq. Hey, şübhəli variant kimi saxlayıram. Meat çıxdım, futbol çıxdım. Finger, singer, keçib, bunlar hamısı sayılan isimdir. Deməli, heyə burada saç kimi düşünülür. O zaman E variantımız doğrudur. Fərqli olanı çıxın. Baxıram ilk baxışda bütün sözlər təbiət hadisələrini ifadə edir. Sadəcə bunlardan earthquake sayılandır, digərləri sayılmayan isimlərdir. Mürəkkəb isim düzəltmək üçün home nəyə birləşdirə bilərik? Homework, ev tapşırığı. Sun, glasses ola bilər, günəş eynəyi. Snowball ola bilər, qar topu. Hamburger ola bilər, D variantı. Keyboard, klaviatura ola bilər. Deməli, B-A-C, yəni A variantımız oldu. Düzgün olmayan tərcüməni istəyir. Burada verilənlərin hamısı
Məsələn, silk carpet ipək xalçadır, gümüşü qaşıqdır, yun ətək, pambıq şortikdir. Iron isə dəmir deməkdir. Burada isə taxta verib. Əslində burada wooden desks olmalı idi. Deməli, yanlış olan da E variantıdır. Fərqli tələffüz olan sözü seçin. Bu, əslində uşaqlar bəlkə də heç işləmədiyiniz test nümunələrindəndir. Bu da bizə tələffüsə diqqət etməyimizi istəyir. Məsələn, air, bear, pair, hair hamısını biz E ilə tələffüz edirik. Sadəcə buradakı ear sözü ear diftonqdur. Deməli, bu fərqli tələffüz olundu. Bundan sonra artıq lüğətə də diqqət edək, tələffüzlərimizə diqqət edək. Yanlış olan variantı istəyir. 2 stəkan su deyə bilərik. Nənəmin eynəyi deyə bilərik. Pəncərələrin şüşəsi deyə bilərik. Mənim yeni stəkanlarım və ya eynəyim deyə bilərik. Amma biz bilirik ki, numerativ sözləri ya təkdə verib qarşısına artikl qoymalıyıq, ya da S-dən işlətməliyik. Deməli, D variantı yanlış oldu. Çünki qarşısında heç bir şey qeyd olunmuyor. Yanlış olanı istəyir. Baxın, ilk başda baxdığımızda diqqətimizi bu söz çəkir. Çünki bu uşaqları çaşdıran sözlərdən də math riyaziyyat deməkdir. Bir də var uşaqlar kibrit və yaxud da oyun mənasında olan TCH ilə yazdığımız match sözü, oyun sözü. Bu cəmləndikdə football matches olmalıydı. Deməli, yanlış olan burada E variantı oldu. Düzgün tərcüməni math bayaq dedik, riyaziyyat deməkdir. C-də match isə oyun və yaxud kibrit deməkdir. Flower, bu iki söz də tələffüzcə eynidir, amma yazılışları fərqlidir. Deməli, 3-ə oldu D, yəni bu un deməkdir. W hərfindən yazılan isə gül deməkdir. CBDA, yəni C variantı oldu. Düzgün olmayan variantı istəyir. I'm thirsty, have a glass of. Mütləq tərcüməyə diqqət edək uşaqlar. Mənaca çünki yerinə qoyuruq. Deyir, susamısan, onda bir stəkan, baxaq stəkanla nə içə bilərik? Su içər, limonad içər, çay içər, su içər. Amma bu neft ya da duru yağ mənasını verir. Yəni, susayan insan heç vaxt yağ içməz. Ona görə məntiqsizdir. Birinci tərəf sayılan, ikinci tərəfi sayılmayan isimləri istəyir. Sayılan, o zaman biz honey, butter, water çıxdıq. İkinci tərəfdə sayılmayan istədiyinə görə D-də çıxdıq. Qaldı A variantı. 17-də give the children, uşaqlara ver. Onlar acdılar. Mütləq ikinci tərəfə diqqət edirik uşaqlar. İki cümlə verilirsə, ikincisi heç vaxt boş-boşuna bizə verilmir. Ac olduqlarına görə biz uşaqlara çay versək doymazlar. Çəkmə versək heç uyğun gəlməz. Süd də versək uyğun gəlməz. Deməli, bowls of soup, kasalarla şorba verin deyir uşaqlara, çünki bunlar acdılar. Düzgün variantı istəyir. Biz bilirik ki, sayılmayan isimlərin qabağında miqdar sayı gəlməz. Cəm şəkilsi gəlməz. Sayılmayan ismin artiklı da olmaz. Eyni ilə burada da artikl verib. Baxmayaraq ki, qabağında onu təyin edən söz var. Normalda artikl onu təyin edən sözün qarşısına keçir. Deməli, bunların artiklı olmur. 1 kilo taxıl baha deyil. Deməli, bu doğru variantdır. Fən adı olmayan variantı seçin. Literature fən adıdır. Physics, history, geography kitabın arxasında lüğətdə verib. Coğrafiya deməkdir. Deməli, billiards oyun adıdır. Yanlış olanı istəyir. Sometimes bəzən, many times bir neçə dəfə, 2 times, bu da çox dəfə, daha doğrusu bir neçə dəfə, 3 dəfə. Burada isə a little deyəndə biz cəm şəkilsi artırmamalıyıq. O zaman a little time olmalıydı. Fərqli olanı seçin deyir. İlk baxışda baxırıq, hamısı cəmlənib. Sadəcə E variantı, 2 dənə S-lə bitməsinə baxmayaraq, bu sayılmayan isimdir. Digərləri sayılır və cəmlənir. Deməli, fərqli olan da E variantıdır. Düzgün variantı istəyir. Bir butulka, bir şüşə, yağ deyə bilərik. Deməli, bu doğrudur. Bir dilin yemək. Yemək dediyimiz ümumi anlayışdır. Yəni, konkret bir yeməyi ifadə eləmir. Draft sayılmayan isimdir. A pair of-dan sonra gələn isim cəmdə olmalıydı. A kilo of peçenya deyiriksə cəmləməliydik. Mayələr də piece of-dan işlətmirik. Deməli, A variantı doğru oldu. Fərqli olanı çıxın. İlk baxışda baxırıq ki, hamısı R şəkilsindən bitib. Əslində, R şəkilsi uşaqlar feildən isim yaradan şəkilçidir. Və daha çox hallarda canlı isim yaradır. Məsələn, teach öyrətmək, teach yaratdı. Müəllim, dayə, sürücü, mühəndis. Burada isə sonra R-lə bitməsinə baxmayaraq bu nərdivan deməkdir, pilləkən deməkdir. Deməli, digərlərindən fərqlidir. 4-ü canlıdır, bu isə cansızdır, əşyanı ifadə edir.
Əlamət bildirən sözü tapın deyil, yəni necə sualına cavab verən. Hobby, nə? Sevimli məşğuliyyət. Everybody, kim? Hər kəs, əvəzlikdir. Comedy, nə? Komediya. Body, bədən, nə? Cloudy, necə? Buludlu. Deməli, bu əlamət bildirən sözdür. Düzgün tərcüməni istəyir bizdən. Ədəbiyyat və tarix maraqlı fənlərdir. Ədəbiyyatla başladığına görə tarixlə başlayan variantları atırıq. Və biz bilirik ki, 2 dənə sayılmayan isim olduqda xəbəri cəmdə götürərik. O zaman A da getdi. Literature and history are interesting subjects olmalı idi. Çünki 2 fəndən adını çəkir. Burada isə D variantını subjects verib. Deməli, D variantı doğrudur. Bu qədər. Uşaqlar, düşünürəm ki, izahımız sizin üçün maraqlı və faydalı oldu. İnşallah növbəti mövzularda görüşənədək.